Mən Çingiz Pəhlivan, Meksikadan bütün Azərbaycana salam olsun. Gördüyünüz kimi bu qadıncığaz belə bir kommentariya yazıbdı. Artıq mən bu kommentariya ilə birinci səfərdə tanış deyiləm. Dəfələrlə belə bir kommentlər yazıb və mən fikir verirəm ki, biri deyir mən talışam, onu tənqid edirlər. Biri ləzgi olaraq dəfələrlə video çəkirəm, məni tənqid edirlər. Başqa ləzgi, başqa talış, istər avar fərqi yoxdur. Tənqid edirlər, söz atırlar, söz soxurlar, deyirlər siz və Azərbaycanı parçalayırsınız. Bədbaxt, sən bax görgünəm, mən ləzgiyəm, özüm öz gücümə günü bu gündə gəlib Meksikada Azərbaycanın tarixi sənəti, pəhlivan sənətini yaşadıram. Və sənin kimi insanlar qulağınızda sırğa eləyin ki, və siz fəxr eləməlisiniz ki, tarixi boyu Azərbaycanda elə ləzgilər, talışlar yaşayıbdır. Bunu biz öz sözümüzlə yox, tariximizlə sübut eləmişik. Əgər başınız çıxmırsa, gedin maraqlanın, görün ləzgilər və talışlar tarixi boyu necə bir xalqlar olublar. Utanın, yerə girin. Biz Azərbaycanı parçalamırıq, bizim vətənimiz Azərbaycandır. Və biz bu Azərbaycan torpağında tarixi boyu yaşamışıq və yaşayacağıq da. Azərbaycanlı gücü, ağıllı olun, çaqqallar.